Möhtərəm qardaşlarım, ən birinci özümə, sonra isə sizə Allah Taala'dan haqq təqvasına qorxmağı nəsihət edirəm. Və o təqva ki, həm gizlində olur, həm də aşkarda. Təqva həm gizlində olur, həm aşkarda. Çünki aşkarda Allahdan qorxmaq rahat. Aşkarda Allahdan qorxmaq rahat, amma gizlində Allahdan qorxmaq çətindir. Necə ki, münafiqlər də belə idilər. Gizlində Allahdan qorxurdular, amma aşkarda isə Allahdan qorxmurdular. Necə ki, Allah Taala onları vəsf eləyir öz kitabında, nə buyurur? Namaza yalnız tənbəl gəlirlər. Xüsusən sübh namazına. Çünki əvvəllər işıq yox idi. Və Allahı az zikr eləyirlər. Və Allahı zikr eləyən yer isə dildir və qəlbdir. Və bu da görünən bir yer deyil. Və ona görə də aşkarda Allahdan qorxma, yəni gizlində Allahdan qorxan hər bir kəs aşkarda da qorxar. Amma ola bilsin ki, aşkarda Allahdan qorxanlar gizlində Allahdan qorxa bilməsinlər və yaxud da layiqincə Allahdan qorxa bilməsinlər. Və qardaşlarım, bugünkü danışacağım mövzuya Səid ibn Musayyib rahimehullahın sözü ilə başlamaq istəyirəm. Və İmam Səid rahimehullah buyurardı ki, Muhammed sallallahu aleyhi ve sellem sağlığındaykən hansı qədir qiymətin sahibi idisə, o vəfat eləyəndən sonra onun qədir qiyməti o qədərdir. Və Allah Resulü Muhammed sallallahu aleyhi ve sellemin sözünün, kəlamının qədir qiyməti sağlığında nə qədər idisə, o vəfat eləyəndən sonra da Allah Resulünün sözünün qədir qiyməti o qədərdir. Yəni, heç nə dəyişmədi. Və Səid rahimehullahdan gəlib Allahın dini haqqında soruşanda, ondan hansısa bir dini əhkam haqqında soruşanda xəstə idi. Və əmr eləyir ki, onun beynini qaldırsınlar. Yataq xəstəsi idi. O beynini qaldırandan sonra Allahın dini haqqında danışır və soruşulan suala cavab verir. Və onlar həya eləyərdilər Allah Taala'nın dinindən yatdıqları halda danışmağa. Çünki onlar bilirdilər ki, Muhammed sallallahu aleyhi ve sellem yatdığı halda Allahın dini haqqında hökm verməzdi. Və qardaşlarım, və həmçində İmam Malik rahimehullah o zaman ki, Allahın dinini danışardı və o zaman ki, Allahın hüdudları haqqında danışardı və kimlərsə səs salsa və kimlərsə əlavə danışsa və onda dayanardı. Və onda dayanardı, hətta o danışıq qurtarana qədər. Hətta o danışanlar səslərini saxlayana qədər ki, onlar dayansınlar. Çünki Allah Resulünün sözü, necə ki, sağlığındaykən Allah Resulünün sözünü kəsmək haram idi. Necə ki, Allah Resulü sağ olanda onun sözünü kəsmək, onun səsinin üstünə səs qaldırmaq haram idisə, Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem vəfat etdikdən sonra da belədir. Çünki kimlərsə bizlərdən bir nəfər, müsəlmanlardan bir nəfər desə ki, Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem belə buyurur, artıq o Allah Resulünün adından danışmışdı. Artıq Allah Resulünün adından danışır. Və kimsə onun sözünü kəsirsə, artıq Allah Resulünün sözünü kəsmiş kimidir. Və kimsə onun sözünü qabaqlayırsa, artıq Allah Resulünün sözünü qabaqlamış kimidir. Ona görə İmam Malik rahimehullah danışarkən, onun sözü, yəni Allah Resulünün hədisləri kəsildikdə səsini kəsərdi və susardı, hətta o zamana qədər ki, o danışanlar dayanardılar. Və ona görə də sələf qudvədir, ibrətdir. Onlar çünki Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem'i ən yaxşı tanıyanlar idi. Və həmçinin də qardaşlarım, Allah Taala'nın hər bir qövmə, hər bir ümmətə bəxş etdiyi əmanətlər var. Əmanətlər çoxdur. Elə əmanətlər var kiçikdir. Elə əmanətlər var böyüdür. Elə əmanətlər var gözlə görünür. Eləsi var gözlə görünmür. Və Allah Taala'nın da bizə bəxş etdiyi əmanətlər var. Bu əmanətlərdən də biri elm əhlidir. Bizə Allah Taala hansı ki əmanətləri bəxş edib. Və bizim elm tələbələrimiz var. Və o elm tələbələrini biz hər bir şeyimizlə borcluyuq. Və bunu nə üçün vurğulayıram qardaşlarım? Təəssüf olsun ki, bax, dərslər hamısı çəkilir. Qardaşlarımız əziyyət çəkiblər, oxuyublar və biz də onlardan faydalanmalıyıq. Amma baxırsan ki, faydalananlar, çünki videolara baxanda görünür ki, faydalananlar yoxdur. Bunlar heç biri əbəs yeri deyil, qardaşım. Bu heç biri əbəs yeri deyil. Bunlar hamısı soruşulacaq. Adi bir kiçik əmanət. Hansı ki, sən ondan möhtacsan və soruşulacaqsan, o səndən soruşulacaqsa, böyük şeylər ola bilərmi ki, soruşulmasın? Çünki şahid olan Allahdır. Şahid olan Allahdır. Və Allah da unutqan deyil. Necə ki, Allah Taala kitabında buyurur ki, sənin Rəbbin unutqan deyil. Subhanallahil azim. Hərdən içimizdə elələri var ki, insanlar unutmur. O ki, qalmışdır sənin Rəbbin.
Səni Rəbbin yaratdığı gündən, yaratdıqlarını ən birincisindən və sonuncusuna qədər və heç bir şey unudan deyil. Və bu əmanət də unudulan deyil. O qardaşlarımız, elm tələbəsi qardaşlarımız, xüsusən də yaşda böyük olan qardaşlarımız, Allah onların hamısının qədəmlərini sabit etsin. Allah onların adlarını həm bu dünyada, həm də öz qatında uca etsin. Onlar bu dini öyrəniblər və bizə öyrədiblər. Onlar hamısı gəzən sahabələrdir. Və biz onlara borcluyuq. Və biz onlara borcluyuq ki, onlar bizə öyrədiblər tövhid nədir? Biz əvvəl Allaha şərik qoşan bir qövm idik. İçən bir qövm idik və haramların içindəydik. Və olan səbəbi ilə biz öyrəndik ki, insan sən demə səcdə eləməliymiş. Biz onların səbəbi ilə öyrəndik ki, sən demə insan dəstəmaz almalıymış. Və biz onların səbəbi ilə öyrəndik ki, sən demə kişinin dostu olarmış. Və biz onların səbəbi ilə öyrəndik ki, sən demə kişinin dostu kişi olarmış. Yəni bunlar hamısı elə belə şeylər deyil, qardaşlar. Düzdür, illərlə keçib. Üstündən illər keçdi. Bu zamanlar ərzində çox şeylər oldu. Və bunlar heç bir rahat olmadı. Bugün rahatçılıqdır, əlhəmdülillah. Amma bu rahatçılığın bir bədəli var. Və bunlar heç bir rahat olmadı. Və nə qədər problemlər, nə qədər sıxıntılar, nə qədər kədər, nə qədər qəlb sıxan şeylər oldu. Və bu o deməkdir ki, bunlar soruşulacaq. Və necə ki, bizdən qabaqçilər, hətta peyğəmbərlər belə. Necə ki, peyğəmbərlər, hər bir peyğəmbər öz qövmü üçün nə idi? Öz qövmü üçün bir neymət idi və insanlar ondan soruşulacaqlar. Ola bilərmi ki, bir qövmə bir peyğəmbər gəlsin və insanlar da o peyğəmbərin gətirdiyindən soruşulmasın? Ola bilməz. Və necə ki, həmsinin Muhammed sallallahu aleyhi ve sellem ümmətinə də və Allah Rasul sonuncu ümmət olduğuna görə, üzr istəyirəm, sonuncu peyğəmbər olduğuna görə artıq ondan sonra elmi gətirənlər və elmi yayanlar var. Və elmi yayanların qədir qiyməti olmayanda fəsadlar olur. Və fəsadlardan biri və ən böyüklərindən birini xatırlatmaq istəyirəm. Məsələn, rafizlər. Görürsünüz, sahabələrə hörmət qoymadıqlarına görə, sahabələri təyin etdiklərini görə, sahabələrin qədir qiymətlərini aşağı saldıqlarına görə nə qədər şeylərdən məhrumdurlar. Və nə qədər səfək-səfək şeylər danışırlar. Halbuki heç Allahın kitabına, Quran-ı Kərimə ziddiyyət danışdıqları. Bu nəyin səbəbi iləndir? İnsan elm əhlinə və xüsusən başda sahabələr olmaq şərti ilə hörmət qoymayanda olanın elminə də hörmət qoya bilməz və onlarda olana, yəni elmə, öz möhtaclığını hiss edə bilməz. Ona görə də gör necə naqisliklərin içindədirlər. İnsan Allahın kitabına sonuncu dəfə nə vaxt qulaq asır? Yadına gəlmir bəlkə də. Yalnızca mərsiyələrə qulaq asır. Yalnızca qulaq asdığı şeylər nədir? Filan kəs niyə öldü, o niyə öldü, o niyə öldü, o niyə öldü? İnsan Allahın kitabından qayıtsa görərdi ki, əvvəlki peyğəmbərlər, nə qədər peyğəmbərlər var, öldürülüblər. Məgər əvvəlki öldürülən peyğəmbərlərə görə biz peşmanıq? Bəli, o peyğəmbərlərin ölümünə görə biz sevinmirik. Əvvəlki peyğəmbərlər də öldürülürlər qövmləri tərəfindən. Necə ki, Allah Teala kitabında buyurur ki, onlara, yəni kitab əhlinə və kitab əhlinə bənzi başqa qövmlər həmçinin onlara haqqı çatdıran bir peyğəmbər gələndə, onlar həmən peyğəmbər ya yalanlayırdılar, ya da gücləri çatırdısa, imkan isə öldürürlər. O peyğəmbərlərin öldürülməyi bizə narahat edir. Amma biz heç vaxt demirik ki, kaş ki ölməzdilər, niyə öldülər? Biz ölərdi, onlar ölməzdilər və s. və s. Çünki biz Allahın kitabına baxanda Allah Teala axı o öldürülən peyğəmbərlər üçün belə bir sözlər deməyib. Çünki Allahın kitabı bir mənhəcdir, bir metoddur. Əvvəlki insanlara, əvvəlki peyğəmbərlərə necə yanaşmaq lazımdırsa Allah bizə öyrədib. Və bu insanlar da sahabələri tərk etdiklərini görə artıq Qurandan məhrum qalırlar, Quranı tərk ediblər. Və Quranı tərk etdiklərini görə artıq insanlarla necə müamilə etmək lazımdırsa, necə davranmaq lazımdırsa, onu da itiriblər. Ona görə insan belədir. İnsan elm əhlini tərk etdikcə qəribə şeylər ortaya gətirir. Və onlardan sonra gələn xavariclərdir həmçinin. Və xavariclər necə ki, elm əhlini tərk etdiklərinə görə, alimləri tərk etdiklərinə görə necə səfək şeylər ortaya gətirirlər. Və hətta xeyr əhlini öldürdülər. Və bu ölümdən də şərəf duydular. Və özlərini dünyanın ən güclü, ən böyük mücahidləri sandılar. Yəni Allah yolunda vuruşanlar. Və qardaşlarım, və bu şey bizə də şamildir.
Düzdür, biz Allah həmd olsun ki, onların fitnəsi qədər böyük bir fitnənin içinə düşməmişik. Amma hələ ki elədir. Çünki nə qədər batil əhli, şər əhli var idi ki, əvvəl xeyir əhli idilər. Əvvəllər Allahdan qorxan idilər. Məgər sahabələri öldürənlər ilk vaxtlarda xavaric idilərmi? Xavaric deyildilər. Salihlər idilər. Allahdan qorxan idilər. Allah'a ibadət edən idilər. Sadəcə bir məqam gəldi və o məqamı uduzdular. Və bu o deməkdir ki, hamı aza bilər. Necə Muhammed sallallahu aleyhi ve sellem mümini vəsf eləyir və qiyamətin yaxınlaşmasını vəsf edib deyərdi ki, insanlar mümin yatacaqlar və kafir oynayacaqlar. Və diqqət yetir, o kafir oynananları Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu ki, mümin yatacaqlar. Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem kimə mümin deyərdi? İndiki naqis müsəlmanlar kimə gəldi mümin deyirlər. Kimsə biraz ibadətlərində üstün olan kimi, kimsə biraz yaxşı Quran oxuyanda, kimsə gec namazlarına qalxan kimi hamı deyir ki, filan kəs mömindir. Hə? Çünki biz özümüzə naqisik. Amma Muhammed sallallahu aleyhi ve sellem ona mömin deyib. Demək o həqiqətən də mömin idi. Yəni həmən günə qədər Allahdan qorxan idi haqqı ilə. Və möminlərin sifətləri var ki, Allah Teala kitabında bizə xatırladı. Və Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu ki, onlar kafir olaraq oynayacaqlar. Və o demək ki, hamı qorxmalıdır, hamı ehtiyatlı olmalıdır. Və insanın kafir olaraq bir gün kafir olaraq oyunmaması üçün səbəblər var. Və səbəblər isə insanın elm əhlinə yaxın olmasıdır və bizim onlara yaxın olmağımızdır. Və çünki onlara yaxın olmağımızın səbəbi ilə biz sabit qala bilərik. Çünki o elm yoxdur. Bugün elm tələb edənlər yoxdur. Təəssüf olsun ki. İllər keçib, amma illər öncə nə qədər etsə bugün də o qədərdir. Yəni elm tələb edənlər azdır. Və elm tələb edənlər az olduğuna görə də insanlar artıq gələn fitnələrə özləri sinə gələ bilmir. Yəni özləri mübarizə apara bilmir. Yəni ixtilaflı məsələlər haqqında və yaxud da gözə görünməyən daxili bidətlər haqqında və s. Ona görə lazımdır ki, insan bilənlərdən soruşsun. Və insanın bilənlərdən soruşması üçün o görə bilənlərin kim olduğunu tanıya. Əgər bilənlərin kim olduğu tanınsa, insan Allah bilsin sabit qalsın. Əgər o bilənlərin kim olduğu tanınmasa, insan sabit qalmayacaq. Çünki bidət əhli sələflərə bənzəyir. Bidət əhli sələflərə bənzəyir, yəni haqq əhlinə bənzəyir. Hətta xavariclərdən bu yana, məgər xavariclər sahabilərə bənzəmir, bənzəyirdilər. Hətta Peyğəmbər sallallahu aleyhi ve sellem onları vəsf eləyəndə nə ilə vəsf eləyir? Qıldığınız namazı qılacaqlar, oxuduğunuz Quranı oxuyacaqlar. Amma fərq haradaydı? Allah Resulü onları ayırdı sahabələrdən harada? Onların oxuduqları boğazlarından aşağı düşməyəcək, yəni qəlblərinə düşməyəcək. Bu onu göstərir ki, insanın elmi qəlbə düşməsə fayda vermir. Ona görə də o kəslərin ki, elmi qəlblərinə düşübsə, onların yanında olmaq lazımdır. Və kimin ki, elmi qəlbə düşübsə, o haqq əhlinin yanında seçilir və görünür və bilinir. Amma düşməyənlərsə yox. O düşməyənlərin yanında olmaq lazımdır. Düşənlərin yanında olmaq lazımdır. Yəni elmin əhlinin yanında olmaq lazımdır. Əgər kimlər ki, elm tələb eləmirlərsə, və bu gün də elm tələb eləməyən qardaşlarımız azdır. Və subhanallah azim, baxırsan, hətta olan dərslərə qulaq asan qardaşlarımız azdır. Və bu özü bir problemdir. Özü bir ədalətsizlikdir qardaşlarım. Çünki o qardaşlarımız o əziyyəti çəkiblər. Və bizim də boynumuzda haqdır. Sən bir valideyn olsan və sənin övladın sənin qoyduğun qaydalarla getməsə və sənin haqqıva girsə, bir valideyn olaraq sənin hansı hisslər keçirərsən? Yəni sevinmərsən, səni incidər və sən yönlər axtararsan ki, onu islah eləyəsən. Hətta islah eləyə bilməsən, sıxılarsan, narahat olarsan. Hətta başqalarından xahiş eləyərsən ki, övladıma nəsihət eləsin ki, o da haqqa qayıtsın. O da o həmən sənin qoyduğun qaydanın, qadağaların və yaxud da xeyirlərin qədir qiymətini bilsin. Subhanallah. Amma bu Allahın dinindən danışılsa bəs necə? Bəs Allahın dini söz yeri olsa bəs necə? Allah bunu nazil eləyib. Allah bu dini nazil eləyib və onu soruşacaq. Və şahid olan da soruşandır. İnsanların içində hərdən şahidlər səhv eləyə bilir. Çünki bizim məhkəmələrimizdə hakimlər şahid deyil. Şahidlər başqa olur. Şahid insanı hakimə təqdim eləyəndir. Amma qiyamət günü belə deyil. Qiyamət günü şahid olan da Allahdır. Hökm verən də Allahdır. Ona görə heç kim heç nə deyə bilməyəcək.
Çünki əslən qəlblərdə olan bilinir. Ona görə qardaşlarım, o elm əhlinin, o böyük qardaşlarımızın, o böyük tələbələrimizin qədir qiymətini bilmək lazımdır. Və onların qədir qiymətini bilmək, yəni vallahi gedib onlara hər hansısa bir olunan yaxşılıqla deyil. Onların gətirdiyi elmi, onların öyrətdiyi elmi öyrənib əməl eləmək onların qədir qiymətini bilmək sayılır. Bizim boynumuza düşən budur yəni. Başqa orada hər hansısa bir şeylərə ehtiyac yoxdur. Və ikincisi isə dua eləməkdir. Necə ki, İmam Əhməd rahimehullah İmam Şafinin oğluna deyərdi. Subhanallah, İmam Əhməd rahimehullah ümmətin böyük sütunlarındandır. Yəni bu ümmət onsuz təsəvvür olunmur. Fərzlə bu ümmətin içində İmam Əhməd yoxdur. Onu çıxardıblar. Onun kitabları yoxa çıxıb. Yəni böyük bir itki olardı. İmam Əhməd rahimehullah İmam Şafinin oğluna deyərdi ki, mən sənin atava hər sübh çağı dua edirəm. Subhanallah. İmam Əhməd rahimehullah əvvəla İmam Şafinin ona öyrətdiyi elmlə əməl eləyirdi. Yəni haqqını ödəmişdi müəlliminin. Hələ ondan əlavə də öz müəlliminə dua eləyir ki, Allah ona əfv eləsin. Və bu da sələfin halı. Özlərinə xeyir öyrədənlər üçün. Və bizə də ən böyük xeyir öyrədən tələbələrimizdir, elm əhlidir. Və lazımdır ki, biz onların qədir qiymətini bilək. Və onların qədir qiymətini bilsək, bizim də qədir qiymətimiz qalxacaq inşallah. Çünki Allah ədalətlidir. Necə ki, tabinlər. Onlar sahabələrin qədir qiymətini bildiklərini görə, onlar sahabələrin hörmətini saxladıqlarını görə, onlar sahabələrdə olan elmi cəm eləyib, öyrənib, əməl edib, öyrətdiklərini görə Allah onların da qədir qiymətini ucaltdı. Subhanallah. Yəni, sahabələrin yanında olan xüsusən bəzi əsas tabinlər, elm əhli olan, elmdə böyük olan tabinlər, sahabələr necə məşhurdursa, onlar da nə məşhurdular. O da həmən elmin haqqını verdiklərini görədir. Ona görə xeyri qapıları çoxdur. Və bu, o xeyri qapılarındandır ki, hamımızın üzərinə vacib olan xeyri qapısıdır. Ki, o böyük qardaşlarımızın qədir qiymətini bilək. Və onlar üçün dua eləyək. Və onların gətirdiyi elmdən faydalanaq, və onların gətirdiyi elmə dəvət eləyək, yəni haqqa, sünnəyə və ədəblə. Və sonunda ədəblə. Çünki ədəbsiz heç nə fayda verməyəcək. Ədəb olmasa fayda verməyəcək. Necə ki, xavariclərə və onlara bənzər bidət əhlinə onların elmləri fayda vermədikləri kimi. Və bunlar təbii ki, qardaşlar, hamısı bildiklərimiz idi, yeni bir şey yox idi və bu bir xatırlatma idi. Və xatırlatmaq da həmişə möminlərə fayda verir. Necə ki, Allah Taala öz kitabında görə nə qədər ayələr var ki, dəfələrcə xatırladıb. Allah Taala həmən ayəni burada da nazil edib. Növbəti səhifələrdə də, növbəti səhifələrdə də, növbəti səhifələrdə də, növbəti səhifələrdə də. Hətta elə ayələr var ki, art-art bir-birinin ardınca xatırlanıb. Və bu da onu göstərir ki, həqiqətən də xatırlatmaq möminlərə fayda verir. Və ümidvaram ki, bu xatırlatmaq da fayda verər. Allah Taala'dan istəyirəm ki, bizim öz elm əhlimizi qorusun. Onları uzatsın, bərəkətləndirsin. Sözlərini, əməllərini həm öz yanında, həm də bizim yanımızda, xeyr əhlinin yanında uca saxlasın həmişə. Və Allah ölkəmizi qorusun, rəhbərimizi qorusun və bu diyarı əmin-aman diyarı olaraq saxlasın. Və bizə kömək olsun ki, bildiklərimizi əməl eləyək. Və Allah Taala bizə güc qüvvət versin ki, bildiklərimizi öyrədək. Və Allah Taala bizdən sonra gələn övladlarımıza onları salihlərdən eləsin. Onları elmin əhlindən eləsin. Onları elmi sevənlərdən eləsin. Onları elmi sevib, əməl edib, onu tələb edənlərdən eləsin. Allah Taala bizdən sonra gələnlər alimlərdən eləsin. Ən Allah bilir. Və sallallahu aleyhi nəbiyyina Muhammedin və alə alihi və sahabetihi əcma'in. Bəli.